إن الحمد لله نحمده ونستعينه ونستهديه ونستغفره ونعوذ به من شرور أنفسنا وسيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله صلى الله وسلم وبارك عليه وعلى آله وزوجاته وآل بيته وصحابته ومن استنى بسنته إلى يوم الدين وسلم تسليما كثيرا. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. اللهم لا سهل إلا ما جعلته سهلا وأنت تجعل الحزن إن شئت سهلا. السلام عليكم ورحمة الله وبركاته. يا ابن آدم، ey Adem'in evladı. El asluke fi hilqatike at-ta'a vel ibade. Senin yaratılış gayetin aslan ibadet üçündür. Li kavli Teala ve ma halaktul cinne vel insa illa liya'budun. Çünkü Rabbin Subhanahu ve Teala şüphesiz ki ben cinleri ve insanları yalnız bana ibadet etsin diye yarattım. Öyle değil mi? Deməli, insanın əsl yaratılış qayəti, həmçin cinlərin ibadət üçündür. Yəni, əsli odur ki, sənin həyatın bütün hamısı ibadət olmalıdır. İbadətin də tərifini bildiniz, istər zahiri, istər batini, istər sözlər, istər əməllər. Allaha razı qoyacaq. Hər bir şey ibadətə çevrilə bilir. Hətta sənin mübah yuxun, mübah təbii ehtiyac olan qidalanmağın, içməyin də ibadət ola bilir, madəm ki, asilik deyilsə. Düzdürmü? Yəni, əgər insanın həyatının hesab elə ki 50% asilikdirsə, o zaman insan zalim sayılır. Nəyə görə? Çünki onun əsl yaratılma qayəsi ibadət üçün idi. Bəs onun həyatının cəmi cümlətanı 15% taətdən ibarətdirsə, zülm bir o qədər çoxdur. Və yaxud da ki, bunun da siz şahidisiniz ki, Allahın neçə qulları var, könülsüz qulları. Onların həyatı başdan ağa üsyan və tuğyanına ibarətdir. Həyatlarında Allah'tan başqa hər kəs var. Hər şey var. Hər kəsə və hər şeyə yer var. Allah'a yoxdur. Yoxdur elə qullar, nə çoxdur onlar və onlar çoxluq təşkil edir yeryüzündə. Onlar Allah-u Teala'nın cəhənnəm üçün xəlq etdiyi Adəmin zürriyyətidir. Həyat 100% asilik. Çünki iman yoxdur. Həmçinin buna qiyas eləmək olar o kəsləri ki, Allah'ı unutublar. Ya da başqa bir təbirlə Allah özünü onlara unutturub. Onlar Allah'tan uzaq düşüblər. Onların da həyatında taət çox azdır. Asiliklər çoxluq təşkil edir. Belə olduğu halda sən ən böyük zalimsan. Həm nəfsinə qarşı, həm də Mövlan Sultanın Rəbbi İzzət Cəlal sahibinə qarşı. Zülmün tərifini xatırladıram, hətta bilək ki, bu nə deməkdir? Deməli, sənin əslin, yaratılma qayətin ibadət üçündür, düzdürmü? Baxın, biri xurmadır, qara xurmadır. Əcvə xurmasını gördünüz. Biri də kömürdür, köz. Tamam, amma biraz sönməyə yaxındır. Biz bu maqqaşla sönməkdə olan köz kömürü nəlbəkinin içinə qoysaq, xurmanı oradan götürüb manqala qoysaq, buna deyirlər zülm. Çünki zülmün tərifi bir şeyi qeyri yerinə qoymaqdır. Zülmün tərifi bir şeyi qeyri yerinə qoymaqdır. Yəni düz olmayan yerə, haqq etmədiyi yerə səhv qoymaqdır. Nəticədə adam gəlir manqaldakı qara közü zənn edərək üfürür ki, o qızsın. O da qızmaq bilmir. Sən də qıraqdan gülürsən. Və sonra gəlir ki, iftarını açmağa, barmağı ilə xurmanı götürəndə əslində nədir o? Kömür, köz, barmağını, əlini yandırır. Baxın, iki oxşar şey, yerləri səhv olduğuna görə bu zülmün tərifini misaldır. Sən zülm etmiş oldun. Allah Teala səni özü üçün yaratmışdı. Onu təkləşdirəsən. Sənsə onu təkləşdirməkdən başqa hər şey seçdin. Allah özü üçün yaratmışdı ki, yalnız ona ibadət eləyəsən. Hətta sən, ey mömin bəndə, sənin həyatında Allah üçün yer çox azdır. Yoxsa elə deyil. Maraq şu həyatımıza bir baxaq. İndi sizə bir hədis gətirəcəm. Hədisi İmam Əl-Mərvəzi rahimehullah gözəl isnadla çıxardıb. İbn Kəsir də bunu təfsirində isnadını təsdiqləyir.
İsnaduhu la bə'sə fiyhə deyir. Hədis möhtəşəmdir. Elə bir hədisdir ki, həqiqətən qəlbləri ürpədən, həqiqətən insanın əqlini hərəkətə gətirən möhtəşəm bir hədistir. Deyir ki, lillahi mələikətən, Allahın mələkləri var. Yaratılan gündən, yəni mələkin, yaratılan gündən bunlar səcdədədirlər, səcdədən qalxmırlar. İlə yevmil qiyamə, qiyamət gününə kimi. Yadda saxladınız? Bir sinif mələklərdir. Bunların missiyası, vəzifəsi ancaq buna ibarətdir. Yaratılan gündən, həmin mələk yaratılan gündən Allah bilir ha vaxt yaratılıb. Mələyin yaratılma günü bilirsiniz. Bizim günlərlə deyil ki. Bizim dünya ilə əlaqəsi yoxdur ki. O mələklər, o sinif mələklər, səcdə olan mələklər yaratılan gündən səcdədədir. Səcdədən qalxmırlar. Heç birisi onunla neyirlər səcdə. Elə birisi səcdədə yatırlar, mürgülürlər, dincəlirlər. Subhanallahi bihamdi, subhanallahil azim, subhanallahi bihamdi, subhanallahil azim, subhanallahil cebarut vel melekut vel kibriya vel azama, subbuhun kuddusun rabbun melaiketi ve ruh, la ilahe illallah. Subhanek, subhanek, subhanek. Fasiləsiz təsbih edirlər. Fasiləsiz, fasiləsiz ilə yevmil qiyamə. Hədisin davamında. Digər sinif mələklər var ki, onlar rukudadırlar. Yaratılan gündən. Yəni bu mələklər ikinci sinif. Onlar da yaratılan gündən rukudadırlar. Rukudan qalxmırlar. Kim üçün rukudadırlar? İzzət və Cəlal sahibinin huzurunda. Ha vaxt qalxacaqlar surə üfürüləndən sonra, qiyamət qopandan sonra. Bunlar da rukuda elə belə dincəlmirlər. Bunlar da rukuda fasiləsiz təsbih edirlər. Subhanallah, subhanallah, subhan rabbil azim və bihamdih, subbuhun quddusun rabbul melaiketi və ruh, subhane zil cebarut vel melekut vel kibriya vel azama, la ilahe illallah, la havle ve la kuvvete illa bik. Və yəni növ təsbihatlar edirlər, növ təzim və iclal göstərirlər. فَإِذَا قَامَتِ الْقِيَامَةِ Qiyamət qopanda نَظَرُ إِلَى اللّٰهِ Allah-u Teala'ya başlarını qaldırıb baxacaqlar. Tamaşa edəcəklər. İlk dəfə bu baş verəndə qiyamət günü ki, başlarını qaldıracaqlar. Baxanda bizə nə deyəcəklər? Üzr istəyəcəklər. Deyəcəklər ki, مَا عَبَدْنَاكَ حَقَّ عِبَادَتِكِ وَمَا قَدَرْنَاكَ حَقَّ قَدْرِكِ Yəni üzr istəyirik ey Rabbimiz, sənə haqqıyla ibadət edə bilmədiyimizə görə və sənə haqqıyla təzim və təqdir və cəlalət, iclal və haqqıyla sənə dəyər verə bilmədiyimizə görə üzr istəyirik. Yəni Allah Taala'nı görəndən sonra biləcəklər ki, bu fasiləsiz, aramı kəsilməyən, yaratılan gündən qiyamətə kimi olan səcdə yenə də Allah Subhanahu Taala'nın haqqını verə bilmədi. Allah Taala'nı görəndən sonra. O burslar digər. Burada nə fayda var? Burada nə fayda var? Burada o faydanı göstərir ki, ya uxey, mənim əziz qardaşım, heç bir zaman ibadətlərinlə məğrur olma, övünmə, lovğalanma. Mən belə xeyriyyətçiyəm, mən belə ömrəyə göndərdim, həccə göndərdim, belə iftarlar verdim, belə işlər gördüm, belə ihsan əməllər gördüm, mən bu qədər təhəccüdüm, mən bu qədər xatmım, mən bu qədər işlərin, sən heç nə yoxdur. Əslən sən və sənin ibadətlərin Allahın özünündür və Allah Subhanahu Teala əsla sənə və sənin ibadətlərdən müstəğna olan As-Samad el-Ferdellezî lem yelid və lem yulad möhtac olmayandır. Və sən nə qədər ibadət eləsən, Allah Subhanahu Teala'nın əslində haqqı ilə təqdir edə bilməzsən. Yəni həmin mələkləri həmişə xatırla, səcdədə olan, digərləri rükuda olan, onları xatırladığında biləcəksən ki, sən Allah Teala'yı heç bir zaman haqqı ilə təqdir edə bilməzsən. Heç bir zaman ona haqqı ilə ibadət edə bilməzsiniz. Baxın, səcdə müstəmir, davamlı, aram kəsilmədən, yaratılış günündən qiyamətə kimi. Ruku müstəmir, davamlı, aram kəsilmədən, özə təsbihatlarla. Yaratılış günündən qiyaməti günü. Nəticə, üzr istəyirik alınmadı. Gördünüz? Səcdə aram kəsilmədən, özdə fasiləsiz, özdə təkbir, təclil, təzim, təsbih, təqdis fasiləsiz. Ruku fasiləsiz. Nəticə, üzr istəyirik, yəni haqqı ilə təqdir edə bilmədiyimizə görə, üzr istəyirik, haqqı ilə ibadət edə bilmədiyimizə görə. Və burada digər bir rivayət də
İsnadı zəif də olsa məna cəhətdən İbn Kəsir rahimehullah, İbn Qayyim və digər alimlər bunu fayda babından gətirir. Bir kişi bir adaya düşür. Və o adada həmişəlik qalmaq olur. Və nə edir? O adada özünü ibadətə həsr edir. Gündüzləri oruç tutur, adadakı meyvələrdən yeyir, sonra düşür aşağıdakı çaydan, sudan içir. Axan çaydan, axar sudan içir. Gecələri də ibadət edir. Gündüzləri oruç, gecələri ibadət. Və Allah Teala bunun ömrünü 500 ilə kimi artırır. 500 il müddətində bu insan fasiləsiz ibadət edir. Qiyamət günü Allah Teala mələklərinə qulumu rəhmətim ilə cənnətimə salın. Deyəcək, ey Rəbbim, bəs əməlim? Allah Subhanahu Teala təzədən ondan soruşacaq. Rəhmətimlə. Yox, yox, ya Rəbbim, bəs əməlim? Əməlimlə. O zaman mələklər durun. Qulumun əməllərini ölçün. Və əməllərini ölçəcəklər, görəcəklər ki, Allah-u Teala'nın Əl-Vahib-ül Vahhab, hər şeyi bəxş edən Allahın ona bəxş etdiyi nemətlər arasında yalnız bir neməti ödəyə bilib, bir gözünü. Yəni 500 il fasiləsiz gecə gündüz ibadət yalnız bir gözün şükrünü ödəyə bilib. Bəs ikinci göz, bəs qaş, bəs kipriklər, bəs dəri, bəs ət, digər orqanlar, içində daxili orqanlar, xarici orqanlar, yediklərin, içdiklərin, bütün təbiət sənin üçün yaratılıb. Günəş sənə görə doğur, günəş sənə görə batır, ay sənə görə doğur, külək sənə görə əsir, dəniz sənə görə ləpə vurur. Bunları saysaq neyniyək? Və bu insanın haqq etdiyi, əməlinə görə haqq etdiyi nə idi? Oda aparılmasıydı. Və mələklər ona oda aparanda o bir baxışla Allaha baxacaq. Bir yazıq baxışla, bir həsrət baxışla. Allah Subhanahu Teala o baxışı soruşacaq ki, niyə belə baxırsan? Ya Rab, mərhəmətinlə. Allah Teala qayıdacaq ki, mərhəmətimlə salın. Təzədən onu cənnətinə salacaq. Subhanallah, həqiqətən biz Allah Teala'nı haqqı ilə təqdir edə bilmərik və haqqı ilə onun şükrünü verə bilmərik və haqqı ilə ona ibadət edə bilmərik. Allah Teala'nın nemətləri bizə sonsuzdur. Sonsuzdur və insanlar bunu dərk eləmir. Allah Subhanahu Teala az da olsun eşidənlər üçün faydalı etsin. Hədə və sallallahu və səllim alə nəbiyinə Muhammed və alə alihi və sahbi ecmain.